Verilən bazasında əməkdaşlar cədvəli verilmişdir. Aşağıdakı şərtə əsasən hansı yazılar ödənər? Əvvəlcə bunu qeyd edək ki, burada mötərizə xətası var. Bu mötərizə xətası oradan sonra 2 dənə mötərizə açılıb, bir mötərizənin bağlanması ilə əlaqədardır. Bu mötərizənin birini biz elə ən sonda qeydə alsaq, hesablamamız bu yöndə olacaq. Əvvəlcə birinci mötərizənin daxilinə baxırıq, sonra isə ikinci mötərizə daxilindəkini tapacağıq. İlk mötərizəyə baxsaq, cinsi qadın olanları qeyd edək. 3, 5, 6-cı yazılar. Daha sonra stajı 10-dan böyük olanları qeyd edək. 1-ci, 3-cü, 4-cü və 5-ci yazılar. Arada ənd olduğu üçün bunları kəsişdirək və alınan nəticəni qeyd edək. Alınan nəticəmiz burada ortaq olanları götürdüyümüz üçün 3-5 olur. 3-5. Daha sonra növbəti mötərizəyə baxaq, oradan sonraki mötərizəyə. İlk olan şərt nədir? Vəzifəsi mühasib olanları qeyd edib, amma əvvəldə nə veribdi? Not veribdi. Not verdiyi üçün nə edirik? Biz bunun tərsini götürürük. Yəni mühasib olmayanları qeyd edirik. Mühasib olmayanlar da burada 1-ci yazı, 3-cü yazı və 4-cü yazılardır. Daha sonra stajı 20-dən kiçik olanlara baxsaq, bunlar isə 1-ci, 2-ci, 3-cü, 4-cü və 6-cı yazılardır. Arada ənd olduğu üçün kəsişmə götürürük və kəsişməyə əsasən ortaqları götürsək buradan 1, 3, 4 olur. Gəlin qeyd edək. 1, 3, 4. Daha sonra bu iki mötərizənin arasında or olduğu üçün nə etməliyik? Birləşdirmə götürməliyik və bunları bir çoxluqda toplamalıyıq. Bu da edir 1, 3, 4 və 5. Yekun cavabımız olur C variantı.